Salam, hər vaxtınız xeyir olsun. Sizləri yeni bir videoda yenidən xoş gördük. Bugün yüklü zərrəciklərin maqnit sahəsində hərəkəti, Lorentz qüvvəsi mövzusuna birlikdə baxacağıq. Videoya keçməmişdən əvvəl bir qeydi sizin nəzərinizə çatdırmaq istəyirəm. Buraxılış imtahanından sonra, daha dəqiq desək, mart ayının 16-sından etibarən sınaq qrupumuz desək daha doğru olar. Sınaq qrupumuz fəaliyyətə başlayır. Daha ətraflı məlumat almaq üçün 050 453 56 37 WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Odur ki, söhbəti daha da uzatmayaq və başlayaq birinci sualda. Maqnit sahəsi tərəfindən hərəkət edən yüklü zərrəciyə təsir edən qüvvə Lorentz qüvvəsidir. Yəni, yüklü zərrəcik maqnit sahəsinə daxil olmuşdursa, ona bir qüvvə təsir göstərir və həmən qüvvəyə də biz Lorentz qüvvəsi adını veririk. İkinci sualda da deyilir ki, Lorentz qüvvəsi hansı qüvvədir? Maqnit sahəsində hərəkət edən yüklü zərrəciyə təsir edən qüvvədir. Üçüncü sualda, bir cins maqnit sahəsində induksiya xətlərinə perpendikulyar istiqamətdə daxil olan yüklü zərrəciyə təsir edən Lorentz qüvvəsinin zərrəciyin sürətindən asılı qrafiki hansıdır? Lorentz qüvvəsinin düsturu Q vurulsun V vurulsun B sinus alfadır. Əgər perpendikulyar deyirsə, artıq sinus 90 dərəcədə 1 aldığı üçün düsturumuz bu şəkildə olur. Q, V, B. Və biz buradan görürük ki, Lorentz qüvvəsi zərrəciyin sürəti ilə düzmütənasib asılıdır. Düzmütənasib asılılıq qrafiki də Y variantında verilmişdir. Növbəti sualda isə Lorentz qüvvəsinin maqnit sahəsinin induksiyasından asılılıq qrafiki istəyir. Yeni yazıram Lorentz qüvvəsi Q, V, B. Və biz buradan görürük ki, Lorentz qüvvəsi maqnit induksiyası ilə də düzmütənasib asılıdır. Və davam edirik 5-ci sualla. Bir cins maqnit sahəsinə induksiya xətlərinə perpendikulyar istiqamətdə daxil olan yüklü zərrəciyin sürətini 2 dəfə artırıb, maqnit sahəsinin induksiyasını 4 dəfə azaltdıqda ona təsir edən Lorentz qüvvəsi necə dəyişər? Lorentz qüvvəsi QVB ilə hesablanır. Bizə deyir ki, sürətini 2 dəfə artır, yəni 2V olsun. Amma induksiyasını 4 dəfə azalt deyir, yəni B bölü 4 olsun. Q'nu da olduğu yerdə saxlayıram. 2 ilə 4 gedəndən sonra da geriyə qalır QVB bölünsün 2. Yəni, əvvəlcə QVB idi, indi isə QVB bölünsün 2-dir. Yəni, 2 dəfə azalmışdır. Sualımızın cavabı A variantıdır. 6-cı sualda. Bir cins maqnit sahəsinə induksiya xətlərinə perpendikulyar istiqamətdə daxil olan yüklü zərrəciyin sürətini 2 dəfə azaldıb, maqnit sahəsinin induksiyasını 6 dəfə artırdıqda ona təsir edən Lorentz qüvvəsi necə dəyişər? Deməli, sürətini azaltdıq 2 dəfə, yazdıq V bölü 2. İnduksiyasını 6 dəfə artırdıq, yazdıq 6B. Bu da bərabərdir. 6 ilə 2 də getdi, qaldı 3QVB. Yəni, Lorentz qüvvəsi 3 dəfə artmışdır. Sualın cavabı D variantıdır. 7-ci sualda, düz cərəyanlı naqilin yaratdığı maqnit sahəsi tərəfindən neytrona təsir etdiyi qüvvənin istiqamətini müəyyən edin. Neytron yüksüz zərrəcikdir. Və Lorentz qüvvəsi yüklü zərrəciklərə təsir edən qüvvədir. Hərəkət edən yüklü zərrəciklərə. Neytron yüksüz olduğu üçün ona hər hansı bir qüvvə təsir etmir. Hər hansı bir qüvvə dediyimiz Lorentz qüvvəsi. Lorentz qüvvəsi təsir etmir. 8-ci sualla davam edirik. Bir cins maqnit sahəsində induksiya xətlərinə perpendikulyar istiqamətdə hərəkət edən zərrəciyin yükü hansı ifadə ilə təyin edilir? Lorentz qüvvəsi QVB ifadəsi ilə hesablanır. Bizə buradan zərrəciyin yükü lazımdırsa, Q bərabərdir FL bölünsün VB yaza bilərik. Və buradan zərrəciyin yükü görürük ki, Y variantındakı düsturla təyin olunur. 9-cu sualda. QVB sinus alfa Lorentz qüvvəsinin ifadəsidir. Bunu zaten bilirik. 10-cu sualda. Q vurulsun kök altında. Deməli, 2VK yəni kinetik enerji bölünsün M vurulsun B sinus alfa. İndi yazırıq.
Q vurulsun kök altında 2 vurulsun VK. Yəni kinetik enerjinin yerinə mv kvadratı bölünsün 2 yazıram. Məxrəcdəki m də olduğu kimi yazdım. B sinus alfa da burada var. 2'lər, m'lər getdi. V kvadratı da kökdən çıxdı. Oldu V. Q, V, B, sinus alfa. Lorentz qüvvəsinin ifadəsidir. 11-ci sualla davam edirik. Maqnit sahəsində hərəkət edən yüklü zərrəciyə təsir edən Lorentz qüvvəsinin maqnit induksiya vektoru ilə əmələ gətirdiyi bucaq nəyə bərabərdir? Bu 90 dərəcəyə bərabərdir. Solar qaydasına əsasən bilirik ki, 4 barmaq sürətin istiqaməti, baş barmaq qüvvənin istiqaməti və daha sonra induksiya xətləri də ovucumuza daxil olmalıdır. Yəni bunların hamısı sürət, qüvvə və induksiya vektorları bir-birinə perpendikulyar yerləşirlər. 12-ci sualla davam edirik. Mənfi yüklü zərrəcik bir cins maqnit sahəsində hansı istiqamətdə hərəkət etdikdə ona təsir edən Lorentz qüvvəsi ən kiçik olar? Lorentz qüvvəsi ən kiçik o zaman olar ki, o sıfıra bərabər olsun. Sıfıra da o zaman bərabər olur ki, sürətin istiqaməti induksiya xətlərinə perpendikulyar yönəlsin. Yəni, induksiya xətləri ilə perpendikulyar yönələn 1 olduğu üçün burada 1 istiqamətində gedəndə yüklü zərrəciyə təsir edən Lorentz qüvvəsi ən kiçik olur. 13-cü sualda müsbət yüklü zərrəcik maqnit sahəsində hansı istiqamətdə hərəkət etdikdə ona təsir edən Lorentz qüvvəsi ən böyük olar? Lorentz qüvvəsinin ən böyük olmasını istəyiriksə, zərrəciyin hərəkət sürəti maqnit induksiya vektoruna perpendikulyar yönəlməlidir. Baxın, bu sürətin istiqaməti, bu induksiya vektoru sağa doğru və perpendikulyar yönəldiyini görürük. Yəni, bir istiqamətində yönəldiyi zaman zərrəciyə təsir edən Lorentz qüvvəsi ən böyük olur. Sualımızın cavabı da deməli B variantıdır. 14-cü sualda induksiyası 20 mT olan maqnit sahəsində induksiya xətlərinə perpendikulyar istiqamətdə 10⁴ metr/saniyə sürətlə daxil olan zərrəciyin yükü 30 mikrokulondur. Ona təsir edən Lorentz qüvvəsini hesablayın. Deməli, Lorentz qüvvəsi hesablanır QVB sinus alfa ifadəsi ilə. Perpendikulyar dediyi üçün sinusu yazmağa gərək yoxdur. Yükün yerinə 30 mikrokulon, yəni 30 10⁻6 və yaxud da 3 vurulsun 10⁻5 yaza bilərik. Vurulsun. Sürətin qiyməti 10⁴. İnduksiyanın qiyməti 20 mT. 20 10⁻3 və yaxud da 2 vurulsun 10⁻2 də yaza bilərik. Buradan 3'ü 2'ye vurduq 6, sonra üstləri toplayırıq. Üstləri toplayanda -3 edir. Yəni 6 10⁻3. 10⁻3 demək də milli deməkdir. Yəni 6 millinewton sualımızın cavabıdır. 15-ci sualda bir cins maqnit sayəsində induksiya xətlərinə perpendikulyar istiqamətdə hərəkət edən yüklü zərrəciyin sürətini 3 dəfə azaltdıqda ona təsir edən Lorentz qüvvəsi necə dəyişər? Sürət 3 dəfə azalarsa, aydın məsələdir ki, Lorentz qüvvəsi də sürətlə düz mütənasib asılı olduğu üçün sürət 3 dəfə azalanda Lorentz qüvvəsi də 3 dəfə azalmalıdır. 16-cı sualda bir cins maqnit sahəsində çevrə üzrə bərabər sürətlə hərəkət edən elektrona A nöqtəsində təsir edən Lorentz qüvvəsinin istiqamətini göstərin. Deməli, A nöqtəsində təsir edən Lorentz qüvvəsinin istiqaməti. Birinci növbədə biz deyə bilərik ki, qüvvə həmişə çevrənin mərkəzinə doğrudur. Ona görə də bu yüklü zərrəciyə təsir edən qüvvənin istiqaməti də çevrənin mərkəzinə doğru yönəlməlidir. Yəni sağa doğru yönəlməlidir. Ona görə də sualımızın cavabı D variantıdır. 17-ci sualda bir cins maqnit sahəsində çevrə üzrə bərabər sürətdə hərəkət edən protona A nöqtəsində təsir edən Lorentz qüvvəsinin istiqamətini göstərin. Qüvvənin istiqaməti çevrənin mərkəzinə doğrudur. O zaman A nöqtəsində də protona təsir edən qüvvənin istiqaməti çevrənin mərkəzinə doğru yönəlməlidir. Davam edirik 18-ci sualla.
Lorentz qüvvəsinin istiqamətini göstərin. Sol əl qaydasına əsasən 4 barmağımız sürət istiqamətində, baş barmağımız istiqamətində isə qüvvə təsir edir, amma bu müsbət yüklü zərrəcik olsaydı. Əgər mənfi yüklü zərrəcikdirsə, o zaman baş barmağımızın əksi istiqamətində ona Lorentz qüvvəsi təsir edir. 19-cu sualda Lorentz qüvvəsinin istiqamətini göstərin. Əvvəlki məsələdə x-lər idi, əlimizin içini görürdük. Burada nöqtələrdir. Sol əlimizin üstünü görəcəyik. Sol əlimizin üstünü gördük. 4 barmağımızı sürət istiqamətində tutduq. Baş barmağımızın istiqamətində deyil, baş barmağımızın əksi istiqamətində bu yüklü zərrəciyə Lorentz qüvvəsi təsir edir. Çünki yüklü zərrəciyin mənfi olduğunu görürük. Müsbət olsaydı, baş barmağımız istiqamətində ona qüvvə təsir edərdi. 20-ci sualda induksiyası 30 milli-Tesla olan bir cins maqnit sahəsinin induksiya xətlərinə perpendikular istiqamətdə sahəyə daxil olan 20 mikrokulon yükə malik zərrəciyə təsir edən Lorentz qüvvəsi 0,6 Newtondur. Zərrəciyin sürətini hesablayın. Lorentz qüvvəsi QVB düsturu ilə hesablanır. Bizə burada zərrəciyin sürəti lazımdırsa, V bərabərdir F bölünsün QB yaza bilərik. Buradan yazıram bərabərdir. Lorentz qüvvəsi 0,6 Newton. Bölünsün yükün qiyməti 20 mikrokulon, yəni 20 10 üstü mənfi 6 və yaxud da 2 10 üstü mənfi 5. Vurulsun. İnduksiyanın qiyməti 30 milli-Tesla, yəni 30 10 üstü mənfi 3 və yaxud da 3 10 üstü mənfi 2 də yaza bilərik. Buranı hesablasaq, cavabımız alınır nə qədər? 10 üstü 6 metr bölü saniyə. Sualımızın cavabı B variantı oldu. 21-ci sualla davam edirik. İnduksiyası 0,8 Tesla olan bir cins maqnit sahəsinə 10 üstü 5 metr bölü saniyə sürətlə daxil olan 10 mikrokulon yükə malik zərrəciyə 0,4 Newton Lorentz qüvvəsi təsir etdiyini bilərək, induksiya vektoru ilə zərrəciyin sürət vektoru arasındakı bucağı hesablayın. Yazıram. B bərabərdir. Yox, bizə bucaq lazımdır. Deməli, Lorentz qüvvəsini yazıram. QVB sinus alfa şəklində. Biz buradan tapmaq istəyirik sinusu. Sinus alfa bərabərdir QVB. Məxrəcdə yazdıq. Lorentz qüvvəsində yazdıq kəsrin surətində. Buradan sinus alfa bərabərdir. Lorentz qüvvəsi 0,4 bölünsün. Yükün qiyməti 10 mikrokulon. Yəni 10 vurulsun 10 üstü mənfi 6 və yaxud da bunu yaza bilərik 10 üstü mənfi 5 şəklində. Yazdım 10 üstü mənfi 5. Sürətin qiyməti 10 üstü müsbət 5. Bir də nədir? İnduksiya. İnduksiyanın qiyməti də 0,8'dir. 10 üstü mənfi 5 ilə 10 üstü müsbət 5 bir-birini apardı. 0,4'ü 0,8'ə böləndə alınır 1 bölü 2. Sinusun qiyməti 1 bölü 2'dir. Sinus neçə dərəcədə 1 bölü 2 alır? 30 dərəcədə. Ona görə də sualımızın cavabı C variantı olmalıdır. Davam edirik 22-ci sualla. Bir cins maqnit sahəsində hərəkət edən mənfi yükə təsir edən Lorentz qüvvəsinin istiqaməti hansı şəkildə düzgün göstərilmişdir? Sol əl qaydasından istifadə edərək 4 barmağımızı sürət istiqamətində tutanda baş barmağımız istiqamətində deyil, yəni aşağı doğru deyil, baş barmağımızın əksi istiqamətində, yəni yuxarı doğru Lorentz qüvvəsi təsir etməlidir. Çünki bu mənfi yüklü zərrəcikdir. Davam edirik 23-cü sualla. Bir cins maqnit sahəsində hərəkət edən müsbət yükə təsir edən Lorentz qüvvəsinin istiqaməti hansı şəkildə düzgün göstərilmişdir? Sol əl qaydasından istifadə edirik yenə. 4 barmağımız sürət istiqamətini göstərəndə baş barmağımız Lorentz qüvvəsinin istiqamətini göstərməlidir. Müsbət yük olduğu üçün da baş barmağımızın əksi istiqamətini yox, elə baş barmağımız istiqamətini götürürük. Deməli, sualımızın cavabı D variantıdır. 24-cü sualda bir cins maqnit sahəsində çevrə üzrə hərəkət edən protonun sürətinin istiqamətini göstərin. Sol əl qaydasından istifadə edirik. 4 barmaq sürət istiqamətində, baş barmaq isə qüvvə istiqamətində yönəlir və qüvvə də həmişə çevrənin mərkəzinə doğru yönəldiyini bilirik.
O zaman 4 barmağımızın 3 istiqamətində yönəldiyini görürük. Nəticədə A variantı sualımızın cevabı olur. 25'te bir cins maqnit sahəsində çevrə üzrə hərəkət edən elektronun sürətinin istiqamətini göstərin. Elektron mənfi yüklü zərrəcikdir və mənfi yüklü zərrəciyə təsir edən qüvvəni burada tapmaq lazımdır. Qüvvə deyəndə ki, burada qüvvənin istiqaməti zaten mərkəzə doğrudur. O zaman biz deyə bilərik ki, burada sürət 3 istiqamətində yönəlməlidir. Çünki 3 istiqamətində sürət yönələndə qüvvə aşağı doğru yönəlir. Soler qaydasına əsasən. Amma mənfi yüklü zərrəcik olduğu üçün bunu aşağı doğru deyil, yuxarı doğru qəbul edirik. Yəni sürət deyə bilərik ki, 3 istiqamətindədir. 26-cı sualda yüklü zərrəcik bir cins maqnit sahəsinin induksiya xətlərinə paralel istiqamətdə hərəkət edir. Lorentz qüvvəsinin maqnit induksiyasının qiymətindən asılılıq qrafiki hansıdır? Paralel istiqamətdə hərəkət edir deyirsə, yazıram Lorentz qüvvəsi QVB sinus alfa. Və paralel olanda sinus ya 0 dərəcə ya da 180 dərəcədə 0 aldığı üçün Lorentz qüvvəsi də 0-a bərabər olur. Ona görə də qrafiki 0-ın üzərində çəkirik. Yəni sualımızın cavabı A variantı olur. Yüklü hissəcik bir cins maqnit sahəsinin induksiya xətlərinə paralel hərəkət edir. Lorentz qüvvəsinin zərrəciyin sürətindən asılılıq qrafiki hansıdır? Yenə paralel hərəkət edir deyir. Və paralel hərəkət varsa, o zaman burada Lorentz qüvvəsi 0-a bərabər olmalıdır. Qrafikdə 0-ın üzərində olmalıdır. Yəni sualımızın cavabı B variantıdır. 28-ci sualla davam edirik. Bir cins maqnit sahəsində 4 elektronun hərəkət istiqaməti göstərilmişdir. Hansı elektronlara maqnit sahəsi tərəfindən qüvvə təsir etmir? Burada maqnit sahəsinin qüvvə xətlərinin sağa doğru yönəldiyini görürük. Əgər elektron da sağa doğru gedirsə, o zaman paralel hərəkət etmiş olur. Yəni 2 elektronunu paralel hərəkət etdiyi üçün, induksiya xətlərinə paralel olduğu üçün ona qüvvə təsir etmir. Bir də induksiya xətlərdə paralel istiqamətdə hərəkət edən 4 elektronudur. Ona görə 4 elektronuna da qüvvə təsir etmir. Yəni sualımızın cavabı 2 və 4 olmalıdır. 29-cu sualda bir cins maqnit sahəsində 4 protonun hərəkət istiqaməti göstərilmişdir. Hansı protonlara Lorentz qüvvəsi təsir etmir? Lorentz qüvvəsi o zaman təsir etmir ki, o zərrəciklərin hərəkət istiqaməti maqnit induksiya xətlərinə paralel olsun. Maqnit induksiya xətlərinə paralel hərəkət edəndə burada 2-dir və 4-dür. Yəni sualımızın cavabı 2 və 4 olmalıdır. Gəldik 30-cu suala. İnduksiya vektorları təsvir olunmuş müxtəlif bir cins maqnit sahələrindən hansında hərəkət edən yüklü zərrəciyə bu sahə tərəfindən təsir edən qüvvə ən kiçikdir? Baxın, bir dənə Lorentz qüvvəsinin düsturunu yazıram. F Lorentz bərabərdir QVB sinus alfa. Burada fikir versək, Q eynidir. Yəni dəyişməz. Yəni burada məsələnin daxilində bir dənə yük var. O zaman Q dəyişmir. Sürət də bir dənədir və sağa doğrudur. O zaman Lorentz qüvvəsinin ən kiçik olmasını istəyiriksə əgər biz, buradakı B sinus alfanın ən kiçik olması lazımdır. Bəs B sinus alfa nə zaman kiçik olur? Bax, B kiçik olmalıdır demirəm. B sinus alfa kiçik olmalıdır. İndi məsələn sizə desəm ki, məsələn bir dənə cisimdir. Bu cisimə bu tərəfə doğru F qüvvəsi təsir edir. Və sizə desəm ki, bu F qüvvəsini proyeksiyalara ayırın. Deyirsiniz ki, əgər burada alfa bucağı varsa, o zaman sağa doğru bir F kosinus alfa, yuxarı doğru isə bir dənə F sinus alfa təsir edir. Yəni bu sinus proyeksiyası yuxarı doğrudur. Və alfa bucağı bildiyimiz kimi sürət ilə induksiya arasında qalan bucaqdır alfa bucağı. Burada da sürət sağa doğrudursa, sürət ilə induksiya vektoru arasında qalan bucaq da məsələn alfa bucağıdırsa, biz buradan B sinus alfanı tapanda yuxarı doğru sanki proyeksiyasını tapmış oluruq. Yuxarı doğru. Məsələn B5 yuxarı doğru neçə bölgüdür? Baxıram ki 3 bölgüdür.
O zaman B5 sinus alfa 3 bölgüdür deyə bilərik. Və yaxud məsələn 3 Tesladır deyə bilərik. B5 sinus alfa. Məsələn B4 sinus alfanı tapanda yuxarı doğru baxırıq ki, B4 neçə bölgüdür? 1, 2, 3, 4. O zaman deyirik ki, B4 sinus alfa 4 bölgüdür. Və yaxud B3 sinus alfanı tapanda yine biraz 4'ten biraz da böyük qiymət alınır. Və yaxud da B2 sinus alfanı tapanda baxırıq ki, yuxarı doğru 1, 2, 3, 4, 5 bölgüdür. Və yaxud da B1 sinus alfanı tapanda baxırıq ki, yuxarı doğru 1, 2, 3, 4, 5, 6 bölgüdür. Yəni bu şəkildə yuxarı doğru baxırıq ki, hansında daha kiçikdirsə, orada Lorentz qüvvəsi də ən kiçik olmuş olur. Çünki B sinus alfa kiçik olur. Deməli B5 sinus alfa ən kiçik olduğu üçün orada da təsir edən Lorentz qüvvəsi ən kiçik olmuş olur. Yəni sualımızın cavabı A variantıdır deyə bilərik. Növbəti məsələdə induksiya vektorları təsvir olunan müxtəlif bir cins maqnit sahələrindən hansı yüklü zərrəciyə ən böyük qüvvə ilə təsir edir? Yəni bu maqnit sahələrindən deyir ki, hansı buradakı yüklü zərrəciyə ən böyük qüvvə ilə təsir edir? Dediyimiz kimi Lorentz qüvvəsi QVB sinus alfa ifadəsi ilə təyin olunur. Burada yüklü zərrəcik bir dənədir, sürət vektoru bir dənədir və bizdə Lorentz qüvvəsinin böyük olmasını istəyiriksə, B sinus alfanın böyük olmasına çalışmalıyıq. B sinus alfada dediğimiz kimi burada yuxarı doğru olan B'nin proyeksiyasıdır. Məsələn B4'ün görürük ki yuxarı doğru 3 bölgüdə, o zaman 3'dür. B3'ün məsələn yuxarı doğru baxırıq ki 1, 2, 3, 4 bölgüdə, o zaman B3 sinus alfa 4'ə bərabərdir. Məsələn B2 sinus alfanı deyəndə baxırıq ki B2 sinus alfa 1, 2, 3, 4, 5 bölgüdür. Deyirik B2 sinus alfa 5'dir. Ama B1 sinus alfaya gələndə baxırıq ki, yuxarı doğru nə qədərdir? 1, 2, 3, 4, 5, 6. O zaman deyirik ki, bu ən böyükdür. Yəni, burada təsir edən Lorentz qüvvəsi də ən böyük olmuş olur. Davam edirik 32-ci sualla. İnduksiya xətlərinə perpendikular istiqamətdə bir cins maqnit sahəsinə eyni sürətlə daxil olan hansı zərrəciyə təsir edən Lorentz qüvvəsinin modulu ən böyük olar? Bu alfa zərrəcikdir. Çünki alfa zərrəciyin nüvəsində 2 dənə proton var. Yəni bunun yükü 2 dənə protonun yükünə bərabərmiş kimi düşünə bilərik. Amma məsələn elektrondur, pozitrondur, protondur. Bunların yükləri hamısı bir elementar yükə bərabərdir. Amma neytron zaten yüksüz zərrəcikdir. Yəni bunların heç biri deyil təbii ki, alfa zərrəcik burada yükü ən böyük olan olduğu üçün ona təsir edən qüvvə də ən böyükdür. Davam edirik 33-cü sualla. Proton və alfa hissəcik induksiya xətlərinə perpendikular istiqamətdə eyni sürətlə bir cins maqnit sahəsinə daxil olur. Onlara təsir edən Lorentz qüvvələri arasında hansı münasibət doğrudur? Deməli, Lorentz qüvvəsi hesablanır QVB sinus alfa ilə. Perpendikular dediyi üçün sinusu yazmağa gərək yoxdur. Eyni sürətlə deyir, o zaman sürətlər eyni və eyni bir cins sahəyə daxil olurlar, yəni B'lər də eynidir. O zaman Lorentz qüvvələri arasında biz müqayisə aparmaq istəyiriksə, Lorentz qüvvələri arasında müqayisə aparmaq üçün yüklər arasında müqayisə aparmaq lazımdır. Yəni hansının yükü daha böyükdürsə ona təsir edən Lorentz qüvvəsi daha böyükdür deyə bilərik. İndi biz burada helyumun yük ədədinin, bu aşağıda göstərilən qiymət yük ədədidir 2'yə, protonun yük ədədinin isə 1'ə bərabər olduğunu görürük. Bax, yükü 1'ə bərabərdir demirəm. Yük ədədi 1'ə bərabərdir deyirəm. Məsələn, alfa hissəciyin yükü 2'dir demirəm. Yük ədədi 2'yə bərabərdir. Yük ədədinin 2 olması nə deməkdir? Burada 2 dənə proton var deməkdir. Protonun yükü də 1,6 10 üstü mənfi 19'dur. Yəni biz bunu tapanda 2'yə vururuq. 1,6'nı 2'yə vururuq. O da eləyir 3,2 10 üstü mənfi 19. Nəysə bizim onlardan işimiz yoxdur. Əgər biz arada müqayisə tapırıqsa, bunların nisbəti neçə dəfə fərqlənir buna baxa bilərik. Yəni dediyim kimi, burada birbaşa 2 və 1 bunların yükləri deyil. Əgər bu şəkildə desək yanlış demiş olarıq. Amma biz əgər nisbət tapırıqsa, aralarında müqayisə tapırıqsa, neçə dəfə fərqləndiklərini tapırıqsa, o zaman elə birbaşa bunlar sanki yükmüş kimi götürə bilərik. Yəni biri 2'dir, biri də 1'dir.
2 dəfə fərqləndiyi üçün, yük ədədləri 2 dəfə fərqləndiyi üçün Lorentz qüvvələri də 2 dəfə fərqlənir. Yəni alfa hissəciyə təsir edən Lorentz qüvvəsi protona təsir edən Lorentz qüvvəsindən 2 dəfə böyükdür deyə bilərik. O zaman sualımızın cavabı olar Y variantı. 34-cü sualda elektron bir cins maqnit sahəsinə daxil olur. Hansı halda onun hərəkət trayektoriyası düz xətt olar? Hərəkət trayektoriyasının düz xətt olması o deməkdir ki, Lorentz qüvvəsi bu yüklü zərrəciyə təsir etməsin. Yüklü zərrəciyə o vaxt Lorentz qüvvəsi təsir etmir ki, onun hərəkət istiqaməti induksiya xəttlərinə paralel olsun. Birinci şəkildə fikir verin, paraleldir. Eyni zamanda üçüncü şəkildə də sürət vektoru ilə induksiya vektoru paraleldir. Ona görə üçüncü şəkildə də o düz xəttli hərəkət edir. Çünki ona Lorentz qüvvəsi təsir etmir. O zaman sualımızın cavabı 1 və 3 olmalıdır. Əgər soruşsanız ki, ikinci şəkildə necə olar? Deyə bilərik ki, ikinci şəkildə elektron induksiya xəttlərinə perpendikulyar istiqamətdə daxil olduğu üçün ona Lorentz qüvvəsi təsir edər. Nəticədə o çevrə üzrə bərabər sürətli hərəkət edər. Davam edirik 35-ci sualla. Sürəti V olan pozitron, pozitron müsbət yüklüdür. Pozitron elektronun antizərrəciyidir. Yəni elektron mənfidirsə, pozitron müsbətdir. Deməli, V olan pozitron B induksiya vektoruna perpendikulyar istiqamətdə elektromagnetin qütübləri arasındakı yarığa daxil olur. Zərrəciyə təsir edən Lorentz qüvvəsi hansı istiqamətdə yönəlir? İlk növbədə N-dən S-ə doğru induksiya xəttləri gəlir. Yəni yuxarı doğru burada induksiya xəttləri N-dən S-ə doğrudur. Sol əlimizi elə tutmalıyıq ki, induksiya xəttləri ovucumuza daxil olsun. 4 barmaq sürət istiqamətini göstərsin və baş barmaqda qüvvənin istiqamətini göstərsin. O zaman baş barmağımızın özümüzə doğru yönəldiyini görürük. Yəni Lorentz qüvvəsi şəkil müstəvisinə perpendikulyar olmaqla bizə doğru yönələcəkdir. Növbəti sualda induksiya xəttlərinə perpendikulyar istiqamətdə bir cins maqnit sahəsinə daxil olan elektron necə hərəkət edər? Elektron mənfi yüklü zərrəcikdir və sürətin istiqamətini 4 barmaq göstərir. Baş barmağımızın əksi istiqamətində isə ona qüvvə təsir etməlidir. Yəni buna təsir edən qüvvənin istiqaməti aşağı doğru olmalıdır. O zaman o aşağı tərəf meyl etməlidir, yəni 3 istiqamətində hərəkət etməlidir. Ona görə də sualımızın cavabı Y variantı olmalıdır. 37-ci sualla davam edirik. İki cərəyanlı düz naqilin yaratdığı maqnit sahəsinə təsir edilmiş istiqamətdə hərəkət edən elektrona təsir edən Lorentz qüvvəsinin istiqamətini müəyyən edin. Burada Lorentz qüvvəsinin istiqamətini müəyyən etmək istəyiriksə, ilk növbədə maqnit sahəsinin induksiyasını burada tapmaq lazımdır. Maqnit sahəsinin induksiyası sağ əl qaydasından istifadə edirik. Burada X göstərib cərəyan istiqaməti, yəni bizdən gedir. Sağ əlimizin baş barmağı bizdən gedəndə 4 barmağımız saat əqrəbi istiqamətində, deməli, induksiya vektoru göstərir. Deməli, bunu biz saat əqrəbi istiqamətində çəkdik. İkincisi isə nöqtə verilib. Sağ əlimizin baş barmağını özümüzə doğru tuturuq. O zaman 4 barmaq görürük ki, saat əqrəbinin əksi istiqamətini göstərir. O zaman saat əqrəbin, deməli, əksi istiqaməti. Deməli, burada görürük ki, iki induksiya vektoru da aşağı doğrudur. Yəni, yekun induksiya deyirik ki, aşağı doğrudur. Yekun induksiya aşağı doğru, sürətin istiqaməti, elektronun sürəti isə yuxarı doğrudur. Bunlar necə yönəliblər? Bir-birlərinə paralel yönəliblər. İnduksiya ilə sürət vektoru arasındakı bucaq 180 dərəcə olarsa, o zaman Lorentz qüvvəsi 0-a bərabər olar. Çünki sinus 180 dərəcədə 0 qiymətini alır. 38-ci sualda. Cərəyanlı düz naqilin maqnit sahəsində təsvir edilmiş istiqamətdə hərəkət edən protona təsir edən Lorentz qüvvəsinin istiqamətini müəyyən edin. Birinci növbədə sağ əl qaydasından istifadə edərək maqnit sahəsinin induksiyasının istiqamətini tapmaq lazımdır. O da yuxarı doğru yönəldiyini görürük. Bax, maqnit induksiya vektoru yuxarı doğrudur. Sonra bu protonun hərəkət istiqaməti sağa doğru, yəni sürət istiqaməti sağa doğru verilib şəkildə.
Biz bunlardan istifadə edərək deyirik ki, sol əlimizi elə tuturuq ki, induksiya vektorları ovucumuza daxil olsun. 4 barmaq sürət istiqamətini göstərsin. O zaman baş barmaq özümüzə doğru yönəlir. Yəni bunda təsir edən qüvvənin istiqaməti şəkil müstəvisinə perpendikulyar olmaqla bizə doğru yönəlir. Davam edirik 39-cu sualla. Düzxətli cərəyanın maqnit sahəsində hərəkət edən elektrona təsir edən Lorentz qüvvəsinin istiqamətini göstərin. Sağ əl qaydasından istifadə edərək görürük ki, naqilin yuxarı hissəsində 4 barmağımız bizdən şəkil müstəvisinə doğru yönəlir. Yəni buralar x-lərdir. Bunu biləndən sonra Lorentz qüvvəsinin istiqamətini sol əl qaydası ilə tapa bilərik. Sol əl qaydasından istifadə edirik ki, x-lər olduğu üçün sol əlimizin içini görürük. 4 barmaq sürətin istiqaməti. Baş barmağımız sol tərəfi göstərir, amma mənfi yüklü zərrəcik olduğu üçün biz deyəcəyik ki, sağ tərəfə buna Lorentz qüvvəsi təsir edəcəkdir. Yəni sualın cavabı A variantı olmalıdır. Növbəti məsələdə düzxətli cərəyanın maqnit sahəsindəki elektrona təsir edən Lorentz qüvvəsinin istiqamətini göstərin. Yenə sağ əl qaydasından istifadə edərək maqnit sahəsinin induksiya vektorunun naqilin yuxarı hissəsində bizdən şəkil müstəvisinə doğru yönəldiyini görürük. Sol əl qaydasından istifadə edirik. X-lər olduğu üçün sol əlimizin içini görürük. 4 barmaq sürət istiqamətində, yəni aşağı doğru. Baş barmaq isə qüvvə istiqamətində, yəni sağa doğru. Amma burada mənfi olduğu üçün sağa doğru deyil, baş barmağımızın əksi istiqamətini, yəni sola doğru deyirik ki, buna Lorentz qüvvəsi təsir edəcəkdir. Və sualımızın cavabı D variantı olacaqdır. 41-ci sualda bir cins maqnit sahəsinin induksiya xətlərinə perpendikulyar istiqamətdə daxil olan və V kinetik enerjisinə malik olan elektrona təsir edən Lorentz qüvvəsi F-dir. Həmən istiqamətdə bu sahəyə daxil olan və 9V kinetik enerjili elektrona təsir edən Lorentz qüvvəsi nəyə bərabərdir? Deməli, biz Lorentz qüvvəsini əlaqələndirməliyik nə ilə? Kinetik enerji ilə. Heç irəli getməyək. Buradan kinetik enerji V və 9V'dir. Yəni kinetik enerjilər 9 dəfə fərqlənir. Kinetik enerjinin 9 dəfə fərqlənməsi sürətin 3 dəfə fərqlənməsi anlamına gəlir. Çünki biz bilirik ki, kinetik enerji sürətin kvadratı ilə mütənasibdir. Yəni əgər kinetik enerji V-dən 9V-yə gəlibsə, yəni kinetik enerji 9 dəfə artıbsa, o zaman sürət 3 dəfə artmışdır deyə bilərik. Sürət də 3 dəfə artıbsa, qüvvə də 3 dəfə artmalıdır. Çünki qüvvə sürətlə mütənasibdir. Deməli, sürət 3 dəfə artıb, qüvvə də 3 dəfə artmalıdır. Yəni, qüvvənin başlanğıcda qiyməti F-dirsə, 3 dəfə artıb 3F, yəni D variantı olacaqdır. Davam etdik 42-ci sualla. Bax, burada kinetik enerji V-dən V bölü 9-a gəlib. Yəni, kinetik enerji necə dəyişib? 9 dəfə azalıb. Kinetik enerjinin 9 dəfə azalması sürətin 3 dəfə azalması anlamına gəlir. Çünki kinetik enerji sürətin kvadratı ilə mütənasibdir və 3-ün kvadratı 9 eləyir. Yəni, sürət 3 dəfə azalıb. Sürət 3 dəfə azalıbsa, mütənasib olaraq qüvvə də 3 dəfə azalmalıdır. Çünki qüvvə sürətdən asılıdır. Sürət 3 dəfə azalıb, qüvvə də 3 dəfə azalmalıdır. Nəticədə sualımızın cavabı B variantı olmalıdır. Davam edək 43-cü sualla. Cərəyanlı düz naqilin maqnit sahəsində protona təsir edən Lorentz qüvvəsinin istiqamətini göstərin. Sağ əl qaydasından istifadə edirik. Görürük ki, baş barmağımız sağ tərəfə doğru yönələndə 4 barmağımız yuxarıda bizə doğru yönəlir. Bizə doğru dursa nöqtələr qoyuruq. Daha sonra sol əl qaydasından istifadə edirik. Sol əl qaydasına əsasən 4 barmaq sürətin istiqaməti, yəni aşağı doğru, baş barmaq isə qüvvənin istiqamətini göstərəcək. Yəni bu yüklü zərrəciyə sola doğru Lorentz qüvvəsi təsir edəcəkdir. 44-cü sualda bir cins maqnit sahəsinə, qüvvə xətlərinə perpendikulyar istiqamətdə daxil olan yüklü zərrəciyə təsir edən Lorentz qüvvəsinin maqnit induksiyasından asılılıq qrafiki verilmişdir. Zərrəciyin sürəti hansı ifadə ilə təyin olunur? Yazıram Lorentz qüvvəsi QVB sinus alfa. Bizə lazımdır buradan zərrəciyin sürəti, yəni V. V bərabərdir. Perpendikulyar dediyi üçün bu sinusu yazmağımıza gərək yoxdur. Elə QVB yazsaq kifayətdir. V bərabərdir QB. Bunu yazıram məxrəcdə, Lorentz qüvvəsində yazdım, kəsirin sürətində. Burada elə bil ki, F Lorentz, qarşı katet F Lorentz, bitişik katet B. Bu B beta bucağına bitişik katetdir. Qarşı katetin
bitişik katetə nisbəti. Yəni F Lorenz'in B'yə, yəni induksiyaya nisbəti bizə verir tangensi. O zaman burada yazdım tangens. Məxrəcdə də Q var. Deməli tangens alfa ya da burada beta yazdığı üçün biz də beta yazaq. Tangens beta bölünsün Q sualımızın cevabıdır. O da A variantında verilmiştir. Davam edirik 45-ci sualla. Bir cins maqnit sahəsində yerləşdirilmiş vakuum kondensatoruna müsbət ion daxil olur. Maqnit induksiya xətlərinin hansı istiqamətində ionun trayektoriyası düz xətli olar? Baxın, burada ion müsbət yüklüdür və bu müsbət yüklü ionu özünə doğru çəkən tərəf, bax bu mənfi yüklü lövhə olmalıdır. Yəni bunu aşağı doğru qüvvə çəkir. Və düz xətli hərəkət etməsini istəyiriksə, bunu yuxarı doğru da qüvvə çəkməlidir və bu qüvvələr bir-birini tarazlaşdırmalıdır. Deməli biz belə nəticə çıxardırıq ki, burada buna təsir edən Lorentz qüvvəsi yuxarı doğrudur. İndi Lorentz qüvvəsi yuxarı doğru. Sonra sürətin istiqaməti sağ tərəfə doğru. O zaman biz sol əlimizin içini görürük. Yəni sol əlimizin də içini görürüksə, bura avtomatik olaraq x-ləri yaza bilərik. Yəni sualımızın cevabı C variantı olmalıdır. 46-cı sualla davam edirik. Bir cins maqnit sahəsində yerləşdirilmiş vakuum kondensatoruna mənfi ion daxil olur. Maqnit induksiya xətlərinin hansı istiqamətində ionun trayektoriyası düz xətli olar? Deməli, burada mənfi yüklü olduğu üçün bunun müsbət yüklü lövhə aşağı doğru çəkir. Və trayektoriyasının düz xət olmasını istəyiriksə, bunu yuxarı doğru da bir qüvvə çəkməlidir və həmən qüvvə Lorentz qüvvəsinin özüdür. Deməli, yuxarı doğru Lorentz qüvvəsi təsir edir. Sağ tərəfə doğru bunun sürəti var. İndi sol əl qaydasından istifadə edirik. Sol əl qaydasına əsasən deyirik ki, sürətin istiqaməti 4 barmaq və baş barmaq aşağı doğru yönəlir. Baş barmaq aşağı doğru yönəlir, amma bu mənfi olduğu üçün baş barmağın əksi istiqamətində, yəni Lorentz qüvvəsində istiqamətində olmalıdır. İndi sol əlimizin üstünü görürük. Üstünü gördüyümüz üçün də buralar nöqtələr olmalıdır. Yəni sualımızın cavabı C variantıdır deyə bilərik. 47-ci sualda eyni sürətə malik elektronlar qeyri-bircins maqnit sahəsinə göstərilən istiqamətlərdə daxil olur. Hansı elektrona təsir edən Lorentz qüvvəsi ən böyükdür? Elektrona təsir edən Lorentz qüvvəsi ən böyük. Deməli, burada sahə qeyri-bircinsdir. Sahənin qeyri-bircins olması da xətlərin bir-birinə sıx olması və ya seyrək olması ilə müəyyən olunur. Bax, başlanğıcda xətlərin bir-birinə daha sıx yerləşdiyini, daha sonra bu tərəfə doğru getdikcə xətlərin bir-birindən seyrəkləşdiyini görürük. Yəni aralarındakı məsafə artır, bir-birlərindən uzaqlaşırlar. Əgər insanlar arasında məsafə nə qədər yaxın olarsa, yəni məsələn dostluq bağları, insanlar nə qədər yaxın olarsa aralarındakı o dostluq bağları da bir o qədər möhkəm olar, bir o qədər qüvvətli olar. Bir-birlərindən nə qədər uzaqlaşsalar, aralarındakı dostluq bağları bir o qədər zəifləyər. Burada da induksiya xətləri bir-birlərinə nə qədər yaxın olsa, sahə bir o qədər qüvvətlidir. Amma əgər bu induksiya xətləri bir-birlərindən məsafəli olublarsa, yəni bir-birlərindən uzaqlaşıblarsa, artıq orada sahə zəifləmişdir anlamına gəlir. Yəni bir nöqtəsindəki maqnit sahəsi ilə 4 nöqtəsindəki maqnit sahəsi eyni deyil. Bir nöqtəsindəki maqnit sahəsi daha böyükdür. Yəni yekun maqnit induksiya vektoru daha böyükdür. Amma 4 nöqtəsindəki maqnit induksiyası daha kiçikdir. Yəni burada bütün nöqtələrdə maqnit induksiyası bərabər deyil. Məsələn, bir nöqtəsindəki maqnit induksiyası tutalım ki 20 millitesladır,sa 4 nöqtəsindəki 20 millitesla deyil. Yəni buradakı məsələn tutalım ki 5 millitesladır və 10 millitesladır və s. Yəni demək istədiyim odur ki, o xətlər bir-birlərindən uzaqlaşdıqca oradakı maqnit induksiyası, daha doğrusu maqnit sahəsi zəifləyir. Maqnit sahəsinin zəifləməsi Lorentz qüvvəsinin də kiçilməsi anlamına gəlir. Burada maqnit sahəsi ən böyükdür bir nöqtəsində, ona görə də Lorentz qüvvəsi ən böyükdür bir nöqtəsində. Nəticədə sualımızın cavabı C variantı oldu. Burada bəzən bunu bucaqla əlaqələndirirlər. Yəni deyirlər ki, burada perpendikulyar daxil olub, amma buralarda aralarında bucaq var. Bu şəkildə demək qətiyyən doğru deyil. Onda
Kimsə qalxıb sual verə bilər ki, yaxşı, burada da perpendikulardır axı. Bunları necə eləyək? Onda cavab vermək mümkün olmaz. 48-ci sualla davam edirik. AC naqilindən sabit cərəyan keçir. A nöqtəsinin potensialı C nöqtəsinin potensialından böyük olarsa, cərəyanın maqnit sahəsində hərəkət edən müsbət yüklü zərrəciyə təsir edən Lorentz qüvvəsi hansı istiqamətdə yönələr? A nöqtəsinin potensialı C nöqtəsinin potensialından çox olması o deməkdir ki, cərəyan istiqaməti A-dan C-yə doğrudur. Sağa doğru cərəyan var. Maqnit induksiyasının istiqamətini sağ əl qaydasına əsasən müəyyən edirik. Baş barmağımız cərəyan istiqamətində, dörd barmağımız isə bizə doğru olduğu üçün yuxarıda, yəni induksiya vektoru bizə doğru yönəlir. Müsbət yüklü zərrəciyin də sol tərəfə doğru hərəkət etdiyini görürük. Əgər sol tərəfə doğru hərəkət edirsə, sol əl qaydasından istifadə edərək dörd barmağımızı sürət istiqamətində tutduqda baş barmağımız yuxarı doğru göstərir. Yəni bu zərrəciyə təsir edən Lorentz qüvvəsi yuxarı doğrudur. O zaman sualımızın cavabı D variantıdır deyə bilərik. 49-cu sualla davam edirik. AC naqilindən sabit cərəyan keçir. A nöqtəsinin potensialı C nöqtəsinin potensialından böyük olarsa, o zaman biz deyə bilərik ki, cərəyan istiqaməti A-dan C-yə doğrudur. Cərəyan A-dan C-yə doğrudur. O zaman sağ əlimizin baş barmağı sağa doğru yönəlməlidir. Dörd barmağımız o zaman görürük ki, bizə doğrudur. Yəni, burada nöqtələr verilib. Sonra sol əl qaydasından istifadə edirik. Dörd barmağımız sürət istiqamətində, baş barmağımız isə təsir edən qüvvəni göstərməlidir. Amma mənfi yüklü olduğu üçün baş barmağımızın əksi istiqamətində buna Lorentz qüvvəsi təsir edir deyə bilərik. Yəni, sualımızın cavabı oldu C variantı. Davam edirik 50-ci sualla. Maqnit induksiya vektoru necə yönəlir? Deməli, sol əl qaydasından istifadə edirik. Dörd barmağımız sürət istiqamətində, baş barmağımız mənfi yüklü zərrəciyə təsir edən Lorentz qüvvəsi. Baş barmağımız bu tərəfə doğru göstərir, amma Lorentz qüvvəsi mənfi yüklü zərrəciyə əksi istiqamətdə təsir etdiyi üçün bax bu tərəfə doğru yönəlir. Və biz bu zamanda sol əlimizin içini görürük. O zaman buralara x-lər yazmağımız lazımdır. X-lər də bizdən şəkil müstəvisinə doğru perpendikular istiqamətdə yönəlməni göstərir. 51-ci sualda. Maqnit induksiya vektoru necə yönəlir? Sol əlimizin üstünü görəndə, dörd barmağımız aşağı doğru olanda, baş barmağımız bu tərəfi istiqaməti göstərir. Amma mənfi yüklü zərrəcik olduğu üçün bu baş barmağımızın əksi istiqamətində qüvvə təsir etməlidir. Və sol əlimizin üstünü gördüyümüz üçün buralara nöqtələr yazmalıyıq. Yəni, şəkil müstəvisindən bizə doğru qüvvə təsir, daha doğrusu şəkil müstəvisindən bizə doğru maqnit sahəsinin induksiya vektoru yönəlməlidir. 52-ci sualla davam edirik. Bir cins maqnit sahəsinin induksiya xətlərinə perpendikular istiqamətdə hərəkət edən yüklü zərrəciyin sürəti 2 dəfə artdıqda ona təsir edən Lorentz qüvvəsi 30 mikronewton artdı. Yüklü zərrəciyə təsir edən Lorentz qüvvəsinin başlanğıc qiymətini hesablayın. Biz demişdik ki, Lorentz qüvvəsi yüklü zərrəciyin sürəti ilə mütənasibdir. Yəni sürət 2 dəfə artırsa, o zaman Lorentz qüvvəsinin də 2 dəfə artması lazımdır və 2F olması lazımdır. Başlanğıcda F-dirsə, 2 dəfə artdı, 2F oldu. Və eyni zamanda Lorentz qüvvəsinin 30 mikronewton artdığını deyib. Yəni F üstəgəl 30 yaza bilərəm. Buradan F-i bu tərəfə atsam, 2F-dən birdən F-i çıxanda neçədən F qalar? Birdən F qalar. 1F bərabərdir 30 newtona. Vəssalam. Deməli, Lorentz qüvvəsinin başlanğıc qiyməti 30 newton yox, mikronewtona bərabərdir. Sualın cavabı da D variantıdır. Baxın, burada isə deyir ki, sürəti 2 dəfə azaldın. Sürət 2 dəfə azalarsa, qüvvə də 2 dəfə azalar. Və eyni zamanda qüvvənin 30 mk-nı artdığını deyir bizə 30. Çarpaz vururam, F bərabərdir. 2-ni F-ə vurdum, 2F. 2-ni 30-a vurdum, 60. Buradan nə yaza bilərik? F bərabərdir, nə yaza bilərik? 60 yaza bilərik deyəsən. F bərabərdir 60 mikronewton. Yəni Lorentz qüvvəsinin qiymətinin başlanğıc qiyməti 60 mk-ya bərabərmiş. Növbəti sualda deyilir ki, zərrəciyin sürətinin başlanğıc qiymətini hesabla. Nə deyir bizə? Deyir ki, sürəti bu qədər artırdıqda Lorentz qüvvəsi 2 dəfə artıbmış. Lorentz qüvvəsinin 2 dəfə artmasının səbəbi odur ki, sürət 2 dəfə artıb. O zaman 2V bərabərdir və eyni zamanda sürətin 10^6 artdığını deyib. V üstəgəl 10^6. Sonra V-ni attım bu tərəfə, 2V-dən V-ni çıxdım. Qaldı bir dənə V. V bərabərdir 10^6 metr bölü saniyə. Yəni sualımızın cavabı A variantı olmalıdır. Növbəti məsələdə deyir ki,
2 dəfə azalıb Lorentz qüvvəsi. Qüvvə 2 dəfə azalıbsa o zaman sürət də 2 dəfə azalmışdır deyə bilərik. V bölü 2 bərabərdir və sürətin 10 üstü 6 azaldığını bizə deyir. V çıxılsın 10 üstü 6. Çarpaz vururam. V bərabərdir. 2V çıxılsın 2 10 üstü 6 yaza bilərəm. Buradan V'ni tapsam V bərabərdir 2 10 üstü 6 olacaqdır. Yəni sualımızın cavabı D variantıdır. Növbəti məsələdə sükunətdəki elektron elektrik sahəsində sürətləndirici potensiallar fərqi keçərək induksiya xətlərinə perpendikulyar istiqamətdə bir cins maqnit sahəsinə daxil olur. Elektrona təsir edən Lorentz qüvvəsinin potensiallar fərqindən asıllıq qrafiki hansıdır? Baxın yazıram, Lorentz qüvvəsi bərabərdir. Deməli Q, V, B. İndi biz V'nin yerinə nəsə bir şey yazmağımız lazımdır. Lorentz qüvvəsi yazıram, Q'nu saxladım olduğu yerdə. V'nin yerinə belə bir şey yazıram. Kök altında 2 Y, U bölünsün M. B'ni də olduğu kimi saxlayıram. Və buradan görürəm ki, Lorentz qüvvəsi gərginliklə kök altı asıllıq təşkil edir. Yəni, gərginliyin kökü ilə mütənasibdir. Kökü ilə mütənasibdirsə, sualımızın cavabı Y variantı olmalıdır. 57-də proton və elektron üçün uyğun bəndləri müəyyən edin deyir bizə. Baxın, qüvvənin istiqaməti təsir edən Lorentz qüvvəsinin sol əl qaydasından tapırıq. 4 barmağımız sürət istiqamətində, baş barmağımız qüvvə istiqamətində. Deməli, protona təsir edən qüvvə sola yönəlib. Bu elektron mənfi olduğu üçün buna təsir edən qüvvə də sağa doğru yönələr. Deməli, bu nədir? Elektrondur. Sonra, təsir edən Lorentz qüvvəsi daha böyükdür, daha kiçikdir. Bunu necə başa düşə bilərik? Lorentz qüvvəsi QVB ifadəsi ilə təyin olunur. Sinusu yazmıram 90 dərəcə olduğu üçün. Gözəl insanlar, burada elektronun və protonun yükləri bərabərdir. Eyni yükę sahib. Sadəcə biri müsbət, biri mənfidir. Amma qiymətləri eynidir. Yüklər eyni və sürətlərin də hər ikisinin V-yə bərabər olduğunu göstərib bizə. O zaman biz Lorentz qüvvəsinin böyük və yaxud kiçik olmasını maqnit induksiyası ilə əsaslandıra bilərik. Maqnit induksiyası da naqildən uzaqda olan nöqtədə daha nədir? Kiçikdir. Naqilə nə qədər yaxındırsa o qədər böyükdür. Məsələn, proton görürük ki, naqilə daha yaxında yerləşib. Daha yaxındır. Amma elektron daha uzaqdır. Uzaq olan nöqtədə induksiya kiçikdir. Yaxın olan nöqtədə induksiya böyükdür. Proton daha yaxın olduğu üçün induksiya böyükdür. Induksiya böyük olduğu üçün Lorentz qüvvəsi də böyükdür. Deməli, bu proton üçün keçərlidir. O birisi də elektron üçün keçərlidir. Trayektoriyası əyri xətlidir. Bu həm protona, həm də elektrona uyğundur. Variantları özünüz uyğunlaşdırarsınız. Davam edək 58-ci sualla. Eyni bir cins maqnit sahəsində hərəkət edən elektrona təsir edən qüvvə F1 istiqamətində olarsa, protona təsir edən qüvvənin istiqamətini müəyyən edin. Elektrona təsir edən qüvvə. Deməli, sol əlimizin 4 barmağını tuturuq sürət istiqamətində. Baş barmaq qüvvənin istiqamətinin əksini göstərməlidir. Deməli, buralar olmalıdır X-lər. X-lər. İndi protona təsir edən qüvvəni də sol əl qaydasından tapırıq. Proton müsbətdir. Sürət istiqaməti 4 barmaq. Baş barmaq da yuxarı doğru göstərir. Deməli, təsir edən qüvvə yuxarı doğru yönəlibmiş. Gəldik 59-a. Lorentz qüvvəsi maqnit sahəsində hərəkət edən yüklü zərrəciyə təsir edən qüvvədir. İkinci variant doğru deyil. Üçüncü variant istiqaməti sol əl qaydası ilə təyin edilir. Bəli, istiqaməti sol əl qaydası ilə təyin olunur. 60-cı sualda deyir ki, zərrəciyin yükünü hesablayın. Zərrəciyin yükünü Q bərabərdir. Lorentz qüvvəsi bölünsün VB. Buradan Q bərabərdir. Lorentz qüvvəsi nə qədərdir? 4. Yazdım. Sürət nə qədərdir? 2 10 üstü 6'dır. Yazdım. 2 10 üstü 6. İnduksiya nə qədərdir? 20 milli Tesla. 20 milli Tesla 20 10 üstü mənfi 3. Və yaxud da 2 vurulsun 10 üstü mənfi 2 deməkdir. Yazdım burada 2 vurulsun 10 üstü mənfi 2. Bax, buradakı Şahruddinlər. Bu 4 ilə buradakı 4 ixtisar getdi. Qaldı geriyə 10 üstü 6, 10 üstü mənfi 2. Nə elədi? 10 üstü müsbət 4 elədi. Yuxarı qalxanda nə eləyəcək? 10 üstü mənfi 4. Deməli, Q bərabərdir 10 üstü mənfi 4. Amma bunu deyir ki, mikro ilə ifadə et. Mikro yaza bilməyim üçün bunu yazıram 100 vurulsun 10 üstü mənfi 6 şəklində. 100 10 üstü mənfi 6 da 100 mikroklon deməkdir. Növbəti məsələdə, 61-ci məsələdə deyilir ki, zərrəciyin yükünü hesablayın. Burada zərrəciyin yükünü hesablamaq üçün deməli, Q bərabərdir.
Əvvəlki düsturdan F bölünsün VB düsturundan istifadə edirik. Q bərabərdir. Qüvvənin qiyməti 8, sürətin qiyməti 10 üstü 6. İnduksiyanın qiyməti də 40 milli Tesla, bu da 40 10 üstü -3 deməkdir, ya da 4 vurulsun 10 üstü -2 deməkdir. Yazdım. 4 vurulsun 10 üstü -2. Bu da bərabərdir. 8-dən 4-ü apardım. Nə qaldı geriyə? 2 qaldı. 2 vurulsun 10 üstü -4. Bunu da yaza bilərik ki, 200 vurulsun 10 üstü -6. Yəni 200 mikrokulon sualımızın cavabıdır. Gəldik 62-ci suala. İnduksiyası B1 olan maqnit sahəsində yüklü zərrəciyə təsir edən Lorentz qüvvəsi 6 milli-newton olarsa, induksiyası B2 olan maqnit sahəsində ona təsir edən Lorentz qüvvəsini hesablayın. Deməli, Lorentz qüvvəsi hesablanır Q, V, B sinus alfa düsturu ilə. Və sizə əvvəlki məsələlərin birində də demişdim ki, Lorentz qüvvəsi B sinus alfa ilə mütənasibdir. Yəni, B sinus alfa nə qədər böyük olarsa, Lorentz qüvvəsi o qədər böyük olar. B sinus alfa demək də, elə bil ki, B budursa, yuxarı doğru yönələn proyeksiyası deməkdir. Yəni, B-nin yuxarı doğru sinus alfa. O zaman, məsələn, biz B2 sinus alfanı tapsaq, deyə bilərik ki, neçə bölgüdür yuxarı doğru? 2 bölgü. O zaman buna 2 desəm, B1 sinus alfa nə qədərdir? B1 sinus alfada baxıram ki, yuxarı doğru 1, 2, 3, 4 bölgüdür. Bu da 4. Deməli, neçə dəfə fərqlənir? 2 dəfə fərqlənir. Biri 2-dir, biri 4-dür. 2 dəfə böyükdür. Birinciyə təsir edən Lorentz qüvvəsi deyir ki, 6 milli-newton olarsa, B1 burada 6 milli-newton olarsa, buna 6 milli-newton olarsa, bu 2 dəfə kiçik olduğu üçün burada da 3 milli-newton olar. Yəni, sualımızın cavabı 3 milli-newtondur. Qüvvə xətlərinə perpendikular istiqamətdə bir cins maqnit sahəsinə proton, elektron və neytron daxil olur. Zərrəciklər və onlara maqnit sahəsi tərəfindən təsir edən Lorentz qüvvəsinin istiqaməti arasında uyğunluğu müəyyən edin. Sol əl qaydasından istifadə edirik. 4 barmaq sürət, baş barmaq qüvvənin istiqaməti. Deməli, protona təsir edən qüvvə sol əl qaydasına əsasən sağa doğru yönəlir. C. Elektron mənfi yüklü olduğu üçün ona sola doğru qüvvə təsir etməlidir. Neytron yüksüz olduğu üçün ona qüvvə təsir etməməlidir. 1C, 2D, 3D, D variantı oldu. Növbəti məsələdə deyir ki, zərrəciklər və onlara maqnit sahəsi tərəfindən təsir edən Lorentz qüvvəsinin istiqaməti arasında uyğunluğu müəyyən edin. Deməli, sol əlimizi elə tuturuq ki, induksiya xətləri ovucumuza daxil olsun. Sonra induksiya xətləri ovucumuza daxil olsun. 4 barmağımız göstərəcəkdir nəyin istiqamətini? Sürətin istiqamətini, baş barmağımızda qüvvənin istiqamətini. Bu şəkildə tutduqda, deməli, protona təsir edən qüvvə bizdən şəkil müstəvisinə doğrudur. Elektrona təsir edən qüvvə əks istiqamətdə, yəni şəkil müstəvisindən bizə doğrudur. Neytrona isə qüvvə təsir etmir, çünki neytronun yükü yoxdur. 65-də yenə Lorentz qüvvələri arasında uyğunluğu müəyyən edin deyir. Burada birinci növbədə cərəyanlı naqilin maqnit sahəsinin induksiyasını tapmaq lazımdır. Sağ əl qaydasından istifadə edib. Sağ əlimizin baş barmağı cərəyan istiqamətində, 4 barmağımızda induksiya vektorlarını göstərir. Yəni, buralar x-lərdir. X-lərdirsə sol əlimizin içini tuturuq. 4 barmağımız yuxarı doğru, baş barmağımızda qüvvəni göstərir. Yəni, protona təsir edən qüvvə sola doğru, elektrona təsir edən qüvvə sağa doğru, neytrona isə qüvvə təsir etməyəcək. Ona görə də burada C variantı yazırıq. Və gəlirik 66-cı suala. Yenə zərrəciklər və onlara təsir edən qüvvələr arasında uyğunluğu müəyyən edəcəyik. Birincisi, müsbət yüklü. Sol əl qaydasından istifadə edirik. 4 barmaq sürət istiqaməti, baş barmaq qüvvə istiqaməti. Yəni, birincisinə təsir edən qüvvə yuxarı doğrudur. 1-ə yazdıq A variantı. İkincisinə təsir edən qüvvə o zaman aşağı doğru olar. Yəni, 2-yə yazdıq B variantı. 3-də də yüksüz olduğu üçün ona Lorentz qüvvəsi təsir etməz. 1A, 2B, 3-də də C variantı olar. Gəldik 67-ci suala. Yenə sol əl qaydasından istifadə edirik. Nöqtələr olduğu üçün sol əlimizin üstünü görürük. Müsbət yüklü zərrəciyə təsir edən Lorentz qüvvəsi aşağı doğrudur. Baş barmağımız aşağı istiqaməti göstərir. Yəni 1-ə B variantı yazdıq. Mənfi yüklü zərrəcik o zaman yuxarı doğru olar. Yəni ona A variantı yazdıq. 3-də də yüksüz zərrəciyə Lorentz qüvvəsi təsir etməz. Ona da C variantı yazdıq. 1B, 2A, 3-də də C variantı oldu.
Beləliklə bu videonun da sonuna gəlmiş olduq. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.